Axşamınız xeyir dostlar. Bugün İran İslam Respublikasının prezidenti Məsud Pezeşkanın dünən Azərbaycana gerçəkləşmiş səfərin müzakirə edəcəyik. Həm onun səfərini, həm də elə ölkəmizlə bağlı bir sıra maraq doğuracaq hadisələri müzakirə edəcəyik. Qonağımız politoloq Amid Əliyevdir. Axşamınız xeyir Amid müəllim. Axşamınız xeyir olsun Rüstəm Sizdə bəy. indi saat neçədir? Sizdə 8-dir yoxsa Bəndə 9? 8-dir. İngiltərə ilə yerli vaxt hal-hazırda 8-dir. Bizdə 11-dir. Sizin Bəli. üçün rahatdır da bu vaxt. Bəli, bəli, problem deyil. Dostlar, qonağımız Amid müəllim Londondan bizə qoşulur. İndi bu qeyd etdiyim mövzular ətrafında fikir mübadiləsi aparacağıq. Amid müəllim, İran prezidentinin səfəri hər iki tərəfdən çox belə uğurlu səfər kimi qiymətləndirilir. Elə ilk təəssüratda da bu e, yəni bir səmimilik ab-havasında keçirilmiş səfərdir. Necə düşünürsünüz? Bu səfər heç də hamar olmayan siyasi münasibətlərimizə necə təsir edəcək? İranla bizim köklü münasibətlərimiz var. Bu münasibətlərin də böyük ağırlığı sıx iqtisadi münasibətlərimizə əsaslanır. Ancaq siyasi sahədə nəsə ümumi misal üçün ortaq mədəniyyətimiz, ortaq dinimiz, ortaq tariximiz olmasına baxmayaraq siyasi münasibətlərimiz heç də hamar deyil, xüsusilə də son 4-5 il ərzində. Necə düşünürsünüz? İran prezidentinin bu səfəri bu münasibətlərin hamarlaşmasına bir təsir olacaq, göstərəcəkmi? Düzgün qeyd edirsiniz Rüstəm müəllim. Mən bir məsələni qeyd edim ki, Məsud Pezeşkiyanın Azərbaycana son səfəri əgər ümumi səciyyələndirsə müsbət notlar üzərində getmişdir. Çünki hər iki tərəfdən verilən bəyanatlar, görüşlər zamanı səsləndirilən fikirlər bunu deməyə əsas verir ki, İran İslam Respublikası hal-hazırda bölgədə gedən geosiyasi və siyasi proseslər fonunda Azərbaycanla yeni məzmunca və mahiyyətcə yeni bir mərhələnin açılmasında olduqca maraqlıdır. Bunun artıq ilkin elementlərini siz qeyd elədiniz. Çünki bilirsiniz, bu coğrafiya bir qədərdir. Azərbaycanla İran qonşu dövlətlərdir. Bizim ortaq tariximiz, mədəniyyətimiz və digər elementlərimiz vardır ki, bunlar bizi həm dövlət olaraq, həm də xalq olaraq bizi bir-birimizə yaxın edir. Lakin biz 2-ci Qarabağ müharibəsi dövründə biz bir qədər geriyə qayıtsaq və bu dövrü müşahidə eləsək, gördük ki, İran İslam Respublikasının və xüsusilə Rüstəm müəllim mən bunu qeyd etmək istərdim, dini kəsimin, dini hakimiyyətin Bəli, Azərbaycana, bəli, bəli. Azərbaycanın əldə etdiyi qələbələrə, Azərbaycanın haqq işinə olan münasibəti elə də bir mənalı deyil. Biz bunu Azərbaycana qarşı İran tərəfindən aparılan propagandalarda, hərbi təlimlərin keçirilməsində, Araz çayına birləşdirən dostluq, qardaşlıq çayı deyil, ayıran gözü ilə baxması fikirlərində daha açıq şəkildə gördük. Və əgər biz nəzərə alsaq ki, İran İslam Respublikasının rəsmi Azərbaycana dövlət səfəri təqribən bir 7 il bundan qabaq olmuşdu. 2018-ci ildə və 2023-cü ildə yadınıza düşürsünüz, belə deyək də Araz çayı kənarında hər iki dövlət başçısının görüşməsi, sonradan o məlum hadisənin baş verməsi, Faciə hadisə. hə, hadisənin baş verməsi və həmin ilin yanvarında, 23-cü ilin yanvarında bilirsiniz, bu Azərbaycanla İran arasında münasibətlərin qırılma xətti oldu ki, bizim səfirliyə qarşı terror hadisələrinin baş verməsi. Bax, bu hadisələr fonunda Azərbaycanla İran arasında münasibətlər gərginləşmən bir səviyyəyə qədər gəlib çatdı ki, hər iki tərəfdən siyasi notaların verilməsi, münasibətlərin gərginləşməsi, soyuqlaşması və bu proseslərdən istifadə edən tərəflər və qüvvələr artıq ortaya çıxdı ki, artıq sanki elə bir təəssürat yarandı ki, mən bunu dırnaq arasında qeyd edirəm, bu gün sabah İran Azərbaycana hücum edəcək və yaxud da ki, Azərbaycan hansısa dövlətlərlə birlikdə birləşib İrana hücuma keçəcək. Belə bir fikirlər də formalaşmışdı. Lakin Məsud Hərbi manevrlar, planlar hamısı Bəli, yadınızdadır. bəli, bu Araz çayı üzərindən bu Bəli, körpülərin bəli. atılması eləməsi artıq belə bir fikirləri söyləməyə əsas verirdi. Lakin Məsud Pezeşkiyanın keçən il iyulun 9-da İran İslam Respublikasının prezidentinin seçilməsi ilə məsələlər bir qədər dəyişildi. Və artıq Azərbaycan tərəfində belə deyək də İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasında bir qığılcımlar görsəndi ki, bu istiqamətdə müsbət addımlar ola bilər. Yəni İran tərəfindən belə bir addımlar atıla bilər. Və ilkin olaraq ölkə başçısı cənab İlham Əliyevin elə həmin prezident seçkilərindən sonra birbaşa məktubu ünvanlaması, sonra telefonla zəng eləməsi və ümumiyyətlə bu 2024-cü ildən bu günə qədər Rüstəm müəllim, biz bir xronoloji ardıcıllığa baxsaq görərik ki, həm prezidentlər səviyyəsində
bir trafik olmuşdu. Məktub trafiki, zənglər trafiki, məsələn Novruz bayramında İran İslam Respublikası tərəfindən məktubun göndərilməsi və yaxud da ki, Xarici İşlər Nazirləri səviyyəsində müxtəlif yerlərdə və formatlarda görüşlərin keçirilməsi, eləcə də ölkə başçısı cənab İlham Əliyev köməkçisinin İran İslam Respublikası Hikmət Hacıyevin İran İslam Respublikasına səfəri və İran İslam Respublikasından Azərbaycana yüksək statuslu şəxslərin səfər etməsi və ölkə başçısı ilə görüşlərin keçirilməsi, bütün bunlar onu deməyə əsas verir ki, Üzr istəyirəm, bir əlavə edeyim. Hökumətlərarası komissiyanın da görüşü oldu Tehranda. bəli, 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 Şahin Azərbaycan müəllim Respublikasının Mustafayevin bəli, rəhbərliyi. baş naziri də İran İslam Respublikasına səfər etdi. Həm andiçmə mərasimində, ondan Bəli, sonrakı bəli. günlərdə də siz qeyd etdiyiniz kimi Şahin Mustafayevin rəhbərliyi ilə bir nümayəndə heyəti var. Çünki bilirsiniz ki, Azərbaycanla İran arasında hökumətlərarası iqtisadi bir şura var ki, o mütəmadi olaraq görüşüb müəyyən məsələləri həll edirlər. Bütün bu hadisələr fonunda bunları qiymətləndirsə, biz deyə bilərik ki, Məsud Pezeşkiyan İran İslam Respublikasının prezidenti seçiləndən sonra ən azından belə bir istək var. Çünki biz əgər İbrahim Rəisiyə də baxsaq, Rüstəm müəllim, biz orada da görürdük ki, İbrahim Rəisi İranın dini belə kəsimindən, dini hakimiyyətindən fərqli olaraq hər zaman Azərbaycanla bu münasibətlərin normal səviyyədə saxlanmasının tərəfdarı idi. Aşqabadda keçirilən görüşdə də biz bunu açıq-aşkar görürdük. Digər ölkələrdə də, tədbirlərdə də ölkə başçısı cənab İlham Əliyevlə keçirilən görüşlər zamanı və sonda Araz çayının kənarında verilən o məşhur bəyanatlardan sonra bu məlum hadisənin yaşanması göstərdi ki, doğrudan da həm İranın daxilindəki bəzi siyasi qüvvələr vardı ki, bunu istəmirdi, həm də kənardan daxili qüvvələr vardı ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını istəmirdi. Lakin dünənki səfər bizə yeni bir mərhələnin başlanmasına artıq ümidlər verir və hesab edirik ki, bundan sonra İran İslam Respublikası ilə Azərbaycan arasında münasibətlər belə deyəcək konstruktiv məcrada gedəcək. Çünki bunu şərtləndirən səbəblər var. Rüstəm müəllim, bilirsiniz ki, bölgədə, Cənubi Qafqazda geosiyasi proseslər olduqca sürətlə dəyişir. Və bu bölgədə artıq 2-ci Qarabağ müharibəsindən sonra oyunun konturlarını cızan dövlət məhz Azərbaycandır. Hı -hı. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının konkret belə deyək də Ermənistanın siyasi hakimiyyətinə, siyasi həyatına aktiv müdaxilə etdiyi bir şəraitdə Azərbaycan bunlardan kənarda qalmışdı və bu İran üçün belə deyək də qırmızı xətt kimidir ki, Azərbaycan bu məsələlərdən kənar qalır və İrana qarşı heç bir təhdid yoxdur. Bu məsələlər və digər məsələlər indi biz söhbətimizdə bunların üstündən də keçəcəyik. İranı vadar edir ki, İranın siyasi hakimiyyətinə, eləcə də dini hakimiyyətinə vadar edir ki, Azərbaycanla münasibətlər konstruktiv müstəvidə davam etdirilsin. Hamid müəllim, sizin fikrinizcə, yəni təxminən Məsud Pezeşkiyanın prezident seçilməsindən sonra bu dünən biruzə verilən o münasibətlərin yaxşılaşdırılması iradəsi hər iki tərəfdən onun işarətləri görünməyə başladı. Eyni zamanda mən belə bir sual verməsəm, necə düşünürsünüz? Bəs regionumuz ətrafında, konkret olaraq İranın ətrafında, misal üçün Suriyada hakimiyyət dəyişikliyində buna əlavə etsək, bu beynəlxalq konjunkturmu, konjunktur necə İranı məcbur edirmi Azərbaycana doğru bir addım atsın, bu Azərbaycanla o nahamar münasibətləri bir yaxşılaşdırsın? Bu amil də varmı? Bəli, Rüstəm müəllim, çox gözəl bir məqama toxundunuz siz. Mən sizə deyərdim ki, elə bəlkə bizim bugünkü görüşümüzün ən ana xəttini təşkil edən məqamlardan biridir. Bəli, beynəlxalq təzyiq var. Əgər biz diqqətlə izləsək görərik ki, məsələn, son dövrlər İranda belə deyək də İran proksilərinə qonşu dövlətlərə proksilərinə rəhbərlik edən hərbi şəxslərin qətlə yetirilməsi, briqada generalların, hətta Tehranın mərkəzində ali qonağın qətlə yetirilməsi bu artıq İranın belə deyək təhlükəsizlik sistemində ümumiyyətlə dərin çatların olduğunu verir. O dövrə qədər təriflənən İranın güclü təhlükəsizlik sistemi var idi. Artıq bu proseslərdən sonra belə deyək də bir puça döndü. Yoxa çıxdı. Artıq hamıya məlum oldu ki, İran o qədər də deyilən qədər sırf təhlükəsizlik məsələsindən mən söhbət edirəm. O qədər də yəni bu məsələlərə diqqət yetirən və bu belə deyək də bunu qoruyub saxlayan dövlət deyil. Və biz əgər nəzərə alsaq ki, Suriya prosesindən sonra ümumiyyətlə Suriyanın yenidən qurulması məsələsi Türkiyəyə həvalə olundu. Artıq bu məsələlər aktiv surətdə həyata keçirilir və bilirsiniz bu iş artıq Azərbaycan da cəlb olunub. Bu İran üçün birinci dərəcəli bir siqnal idi. Çünki Türkiyə qarşısında Amerika tərəfindən qoyulmuş ən mühüm səbəblərdən biri o idi ki, həmin ərazidən ümumiyyətlə İranın proksiləri çıxarılmalıdır. Yəni bir Yeri dənə gəlmişkən söz kəsirəm, üzr istəyirəm. Dünən İran prezidentinin bəyanatında da çox ehmalca belə bir məqama toxundu ki, Azərbaycanın
Azərbaycanla bizim işbirliyimiz hətta yaxın şərqdəki proseslərə də müsbət Bəli, təsir. Bu bəli, faktiki bəli, olaraq Azərbaycanın bilirsiniz, Azərbaycan yeni Suriyanın yeni formalaşmasında da rol oynamağa başlayır. Təbii ki, Türkiyə qardaş Türkiyənin orada bir dəstəyi var. bəli, bəli. Bu Azərbaycanın da yaxın şərqdə aktivləşməsi, misal üçün tutaq ki, müsəlman aləminin elitar iqtisadi klubudur, D8-də üzvlüyü falan. Bax, Üzvlük, bunun bəli. da bir növ İran tərəfindən qəbul edilməsi 100% anlamına təbii, gələ bilərmi? əlbəttə. Əlbəttə, bəli, təbii Rüstəm müəllim, siz düzgün qeyd edirsiniz. Bu məsələlər, eləcə də bilirsiniz ki, bu gün nəinki regionu, ümumiyyətlə dünya dövlətlərini narahat edən ən mühüm məsələlərdən biri İranın nüvə silahını əldə etmə faktı. Bu Qərb dövlətlərini, xüsusilə Amerika Birləşmiş Ştatlarını, onun bölgədə belə deyək müttəfiq olan İsrail dövlətini narahat edən əsas faktorlardan biridir. Əgər biz bu gün xəritəyə baxsaq, görərik ki, Amerika Birləşmiş Ştatları İsraillə birlikdə İran ətrafında bir üzük halqası formasında artıq öz müttəfiqlərini qurublar və demək olar ki, Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin müəyyən kontingenti həmin ərazilərdə yerləşir. Bu gün Fars körfəzi, Hind okeanında biz Amerikanın ən iri hərbi armadaların orada keşik çəkdiyini də görürük. Bu birbaşa İsrail üçün dəstək olan bir siqnallardan biridir. Bunu da İran belə deyək də İran İslam Respublikasının həm dini hakimiyyəti, həm siyasi hakimiyyəti çox gözəl başa düşür, anlayır. Türklərə vurulan zərbələr də demək olar ki, İranın son qol qanadının sındırılması Bəli, prosesidir. bəli, bəli, çox düzgün qeyd edirsiniz, düzdür. Və əgər biz nəzərə alsaq ki, ümumiyyətlə Qafqazda gedən proseslərə biz baxsaq, görərik ki, Amerika Birləşmiş Ştatları məsələn Biden hakimiyyəti dövründə Ermənistanla o qaçaqaç dövründə son o sazişin imzalanması, Amerikanın bu proseslərə birbaşa müdaxilə etməsi, bu da İran üçün təhlükəsizlik məsələdir. Çünki qırmızı xəttin keçilməsidir. Çünki biz baxsaq 40 il ərzində Rüstəm müəllim İran Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb dövləti, Qərb dünyasının sanksiyalar altında əziyyət çəkir. Yəni bu İrana çox mənfi təsir edən faktorlardan biridir və indi bu gün Amerika artıq belə deyək ki, gəlib Ermənistanda yerləşməklə İranın bir 10-15 kilometrliyindədir və bu İran üçün olduqca vacib bir məsələdir. İranı narahat edən məsələdir. Bilirsiniz, İran daim bölgədə çox təəssüf hissi ilə bunu qeyd etmək lazımdır ki, təhlükəni Azərbaycandan görürdü. Məsələn, o hesab edirdi ki, 2-ci Qarabağ müharibəsindəki o fikirlər yadınıza düşür də, belə bir fikirlər səslənirdi ki, Azərbaycanda İranın, üzr istəyirəm, İsrailin hava hücumundan müdafiə qüvvələri var, orada hansısa kampuslar yerləşdirilib, hansısa silahlı birliklər var. Zəngilanda bazası var. Bəli, bəli, belə bir cəfəng-cəfəng sözlər yayırdılar ki, propaganda Azərbaycan əleyhinə aparırdılar ki, sanki hər an təhlükə Azərbaycan. Ancaq biz bu gün görürük ki, real olaraq siyasi təhlükə Azərbaycan tərəfindən deyil, Ermənistan tərəfdəndir. Bu da İranı vadar edir ki, bu məsələdə Azərbaycanla konstruktiv mövqeyə gəlsin. Məsələn, siz bayaq öz sualınızda qeyd elədiniz, gözəl bir məqama toxundunuz ki, biz doğrudanmı əmin ola bilərikmi ki, bundan sonra İran İslam Respublikasının həm siyasi hakimiyyəti, həm dini hakimiyyəti. Mən niyə dəfələrlə bunu vurğulayıram? Çünki bilirsiniz, bu İranın siyasi sistemi olduqca çətin və mürəkkəb bir sistemə malikdir. İranın dini hakimiyyəti, siyasi hakimiyyət üzrə real qüvvəyə malik olan bir hakimiyyətdir. Özünün tabeliyində olan xüsusi bir ordusu, xüsusi xidmət orqanları var. Ona görə e, bu gün biz görürük ki, Məsud Pezeşkiyanın bəli Azərbaycana gəldi, bəyanatlar verdi, hətta Qarabağla bağlı fikirlər də səsləndirdi. Bu gözəldir, əladır. Amma bir müddətdən sonra İran İslam Respublikasının bu məsələdə Azərbaycana qarşı fikrini dəyişib dəyişmədiyini demək bir qədər çətindir Rüstəm müəllim. Çünki İranın dini hakimiyyəti, baxın bu proseslərlə yanaşı 24 apreldə İranda qondarma soyqırım haqqında tədbir keçirilib. Yəni İranın bütün dini rəhbərlərinin nümayəndələri orada iştirak eləyir. Ermənilərə dəstək verilir. Yəni bu prosesləri gələcəkdə yaxın müddət ərzində deyək ki, İran bu xətti tutub gedəcək və Azərbaycanla tam konstruktiv etibar və etimara əsaslanan bir münasibətlər quracaq, bunu demək bir qədər çətindir. Və yaxud da ki, bu da olmayacaq, bunun əksində demək, bu da bir qədər çətin. Mən hesab edirəm ki, bu bölgədə xüsusilə Qafqazda gedən siyasi proseslərdən çox asılı olacaq. Xüsusilə və xüsusilə qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin açılması məsələsi, sərhədlərin müəyyənləşdirilməsi, Avropa İttifaqının mülki missiyasının Ermənistanda olması, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması və Amerikanın bu proseslərə belə deyək də hansı bucaqdan yanaşması. Siz fikir verdinizsə, aprel ayının əvvəlində Rüstəm müəllim, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının prezidentinə bir məktub imzaladı. Onu təbrik etdi bayramla bağlı və dünya bu gün Amerika prezidentinin, Amerikanın ümumiyyətlə yeni kabinetinin dünyanın hər hansı bir bölgəsi ilə aparacağı siyasətlə, addımla tərəddüdlü olduğu halda
Donald Trump Azərbaycan prezidentini təbrik edir və bölgədə sülhə, əməkdaşlığa istiqamətlənmiş siyasəti dəstəklədiyini bildirir. Bu Azərbaycan üçün böyük bir mesajdır. Eləcə də bölgə üçün böyük bir mesajdır. Və İranın siyasi hakimiyyəti çox güman ki, bunu qiymətləndirir və bilir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu münasibətlər qurulursa və yeni kabinet Trump hakimiyyəti ilə Azərbaycan hakimiyyəti bu yolda razılaşırsa, bu məsələlərdə uyğunluq varsa, deməli indiki halda oyundan kənarda qalmaq olmaz və belə deyə də o kartları itirmək olmaz. Hesab edirəm ki, İranın siyasi hakimiyyəti də eləcə də dini hakimiyyəti bu məsələlərə xüsusi diqqət yetirir. Ona görə Azərbaycanla bu məsələlərdə konstruktiv mövqe tutmalıdırlar. Mən məsələn çox gözləyirdim ki, Azərbaycan Türkiyə ilə İsrail arasındakı münasibətlərdə vasitəçilik edəndən sonra çox fikirləşirdim ki, Pezeşkiyanın səfəri təxirə salınacaq yoxsa salınmayacaq. Məsələn, bu mənim fikirlərimin əksi oldu. Mənim üçün bir sürpriz oldu ki, Rüstəm müəllim, mən gözləmədiyim halda Pezeşkiyan gəldi. Mən ancaq bir özlüyümdə fikirləşirdim ki, İsraillə Türkiyənin yaxınlığı Pezeşkiyan bu səfərini belə deyə bilər, biraz əngəlləyə bilər. Ancaq Cənab görünən prezidentin birgə o mediaya açıqlamasında orada da belə bir məqama toxundu ki, biz Pezeşkanın səfərini, cənab Pezeşkanın səfərini çox gözləyirdik. bəli, O da bəli, bəli. faktiki olaraq ona bir işarədir ki, bəlkə də heç rəsmi Bakıda da son ana qədər tam əminlik yox idi ki, bu səfər gerçəkləşəcək yoxsa yox. Çünki yazıda düşür tarixlərlə bağlı da bir məsələ var idi. Dedilər ki, may ayında gələcək. Sonra əvvəl demişdi 28 apreldə. Sonra dedilər may ayında. Ancaq yenə də 28 apreldə həmin səfər gerçəkləşdi və İranın prezidenti Azərbaycana gəldi. Və çox maraqlı faktlardır, çox maraqlı proseslər gedir. Məsələn, bir il yarım bizim səfirliyimiz demək olar ki, orada İran İslam Respublikasında tam fəaliyyətsiz dayandı və də o da Pezeşkiyan hakimiyyətə gələndən sonra keçən il iyul ayının 15-də Azərbaycan səfirliyi yenidən fəaliyyətə başladı və dəfələrlə ölkə başçısı cənab İlham Əliyev İranla Azərbaycan arasındakı münasibətlərin ən pik həddi kimi bu məsələni xüsusilə qeyd edirdi ki, İranla Azərbaycan arasında bu məsələ yüksək səviyyədə həll olunmalıdır. Bunu tətbiq edən, bunun arxasında dayanan insanlar tapılmalı və cəzalandırılmalıdır. Çox təəssüf ki, bu fakt hələ öz həllini tapmayıb. Biz ümid edirik ki, bu fakt öz həllini tapacaq. Ancaq buna baxmayaraq yenidən bizim səfirliyimiz fəaliyyətə başladı. Təbrizdəki hətta yadınıza düşür konsulluğumuzun belə bir ara bağlanması söhbəti də ortaya gündəmə gəlmişdi. Ancaq biz bu mərhələni adladıq. İndi Təbrizdə də konsulluğumuz fəaliyyət göstərir, səfirliyimiz tam heyəti ilə orada fəaliyyət göstərir. Bu səfər inanırıq ki, yeni bir mərhələnin açılışı, yeni bir mərhələnin başlanğıcı ola bilər. Mənim iki sualım olacaq mənim. İkisi də İran prezidentinin Bakıdakı açıqlamaları ilə bağlıdır. Əgər diqqət yetirdisə, orada deməli geniş tərkib hökumət üzvlərinin geniş tərkibli görüşdə belə bir ifadə işlətdi ki, biz Azərbaycanın Qarabağ üzərində və digər təxminən mənası belə çıxır ki, digər torpaqlar üzərində hüquq haqqını tanıyırıq. Bu digər torpaqlar deyəndə nə nəzərdə tutulur? Bu ona işarə olarmı ki, işarədirmi ki, İran Zəngəzur dəhlizinə bir növ razılaşmağa başlayıb, bu reallığı qəbul etməyə başlayıb. Çünki Qarabağ qaytarılıb, Şərqi Zəngəzur qaytarılıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunub. O digər deyilərkən prezident nəyə nəzərdə tuturdu? Bu Maraqlı faktdır. çox maraqlı Məsələn, bir faktdır. Bunun üzərinə təəssüf ki, mən bu gün izlədim, mediamızda bunun üzərində çox gəlməmişdilər mətbuatda. Pezeşkiyanın Azərbaycana səfərindən öncə, səhv eləmirəmsə, bir gün ya 2 gün öncə Azərbaycan televiziyası vasitəsilə ondan bir müsahibə götürülmüşdü, Rüstəm müəllim. O müsahibədə də bu məsələyə toxunuldu və jurnalist orada xanım soruşdu ki, siz Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə bunun Ermənistan arasından keçməsindən bu fikrə, bu məsələyə necə yanaşırsınız? Orada Pezeşkiyan açıq şəkildə, yəni hətta mən sizə deyim, o ağ kağız üzərində qara hərflərlə bildirdi ki, bu Ermənistan Respublikası ilə Azərbaycan tərəfi, Azərbaycan Respublikası arasında həll olunan bir məsələdir və həm Ermənistana, həm Azərbaycana iqtisadi gəlirlər gətirəcəksə, biz bu yolun açılmasına etiraz etmirik. Və bu yolun olması bizə də faydalıdır. Bu Pezeşkiyanın dedikləridir. YouTube-da da yerləşdirilib. Yəni baxın, yəni İran faktiki olaraq İran İslam Respublikasının prezidentinin mövqeyi odur ki, səsləndirdiyi mövqeyi odur ki, bu Zəngəzur dəhlizinin açılması mümkündür, labüddür və olmalıdır. Çünki zaten bölgədə güc olan dövlətlər, Türkiyə bundan razıdır, bunu istəyir. Artıq bu haqda bəyanatlar verilib. Rusiya Federasiyası buna etirazını etmir. Rusiyanın əsas istəyindən biri o idi ki, həmin dəhliz Rusiya tərəfindən qorulsun. Lakin son proseslərdə biz görürük ki, Rusiya ümumiyyətlə bu prosesdən kənar çəkilib. Nə Ermənistan siyasi hakimiyyəti tərəfindən, nə digər dövlətlər bu məsələ artıq gündəmə gətirilmir. Və çox güman ki,
Rusiya-Ukrayna müharibəsi prosesində bu məsələ də müzakirə olunub aradan gündəlikdən çıxarılacaq. Yəni Rusiyanın rəyi alıb Çinin məsələ ilə bağlı müzakirə olunan məsələ ilə bağlı mövqeyi ölkə başçısının son Çinə olan səfəri zamanı Çin rəhbərliyi həm də Azərbaycan Respublikasının prezidenti tərəfindən səsləndirilən orta dəhlizlə bağlı fikirlər artıq bunu deməyə əsas verir ki, bu məsələdə Çinin fikirləri müsbətdir. Məsələyə qalmışdı İran. Yadınıza düşürsə bir ara Zəngəzur dəhlizinin açılmasında müəyyən əngəllər, o siyasi proseslərlə bağlı müəyyən əngəllər ortaya çıxdı və Azərbaycan alternativ olaraq belə deyək, dünyaya və xüsusilə Qərbə göstərir ki, biz bu yolu İrandan, Arazlərindən də çəkə bilərik. Hətta orada bir açılış da oldu bu məsələ. Bu İrana müəyyən ümidlər verdi Rüstəm müəllim ki, yəni İran arasından da bu ki, əslində bu İran üçün çox faydalıdır. Orada tranzit daşımaları var, digər iqtisadi məsələlər var ki, bu İran üçün çox faydalıdır. Lakin bu gün bizim əsas məqsədimiz ondan ibarət idi ki, biz Zəngəzur dəhlizini açmalıyıq. Sizin qeyd etdiyiniz məsələdə mən sizinlə tamamilə razılaşıram ki, Pezeşkiyan digər ərazilər deyəndə çox böyük ehtimalla sətiraltı ifadələrlə bildirir ki, Bəli. Azərbaycan, yəni sabah, gələcəkdə Azərbaycan xalqının haqqı olan təxminən belə bir ifadə Bəli, işlətdi. bəli, 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 düzgün qeyd edirsiniz. Bu torpaqlar üzərində nəzarəti həyata keçirəcəksə, təbii ki, sülh şəraitində biz bunu nəzərdə tuturuq, qarşılıqlı razılaşma əsasında və Zəngəzur dəhlizi açılacaqsa, İran da bundan faydalanacaq. Yəni zaten biz heç vaxt deməmişik ki, Zəngəzur dəhlizinin açılması bizim digər qonşumuzun iqtisadi cəhətdən blokadaya alınmasıdır. Xeyr, blokada söhbəti ola bilməz. Azərbaycan mən inanıram ki, bu məsələdə İrana da müəyyən kart blanşlar verəcək. Həm dəmir yolundan, həm də quru yoldan istifadə edərək İran həmin əvvəl mövcud olduğu nəqliyyat dəhlizlərindən istifadə edə bilər. Çünki bilirsiniz, İran dəfələrlə bunu bildirib ki, Hind okeanı, Fars körfəzi, Qırmızı dənizdən Fars körfəzindən keçməklə uzanan o dəmir yol gəlib İranın şimalından və Ermənistan ərazisindən keçməklə Qara dənizə çıxırdı. Bu yolu itirmək İranın iqtisadi rentabliyini itirməsinə bərabər idi və bu İranı narahat edən məqamlardan biridir. Və mən hesab edirəm ki, hər iki dövlət başçısı artıq bu məsələləri belə deyək də görüşdən kənar, qeyri belə deyək də şəraitdə, qeyri rəsmi şəraitdə bu məsələlər artıq müzakirə olunub. Formal bir. Bəli, qeyri-formal şəraitdə bu məsələlər artıq müzakirə olunub. Həm də biz nəzərə alaq ki, həm İranın rəsmi Təhlükəsizlik Şurasının rəhbəri səviyyəsində, Azərbaycan Respublikasının prezidentinin köməkçisi səviyyəsində olunan səfərlərdə də bu məsələlər toxunulub, müzakirə olunub ki, Pezeşkiyan səfərində bu fikri səsləndirdi. Yəni bunun bir bazisi var idi ki, o da həll olunub. İşçi qruplar nazirlər səviyyəsində bu artıq Bəli, gətirilib bəli, bəli. masanın üzərinə qoyulubdur. Bəli, bəli. Amma ikinci məqama toxunmaq istəyirəm. Mən adətən bu məsələlərə çox önəm vermirəm. Çünki İran kifayət qədər güclü sistemə, siyasi sistemə malik bir dövlətdir və orada da təbii ki, titul xalq farslardır və qeyri-farslar təbii ki, bunların sıxışdırılması prosesi, o cümlədən bunun ən böyük zərəri biz Azərbaycanlılar orada görürük. Yəni Azərbaycanlılar, oradakı soydaşlarımız. Ancaq Pezeshkian özü bir türkdür, Azərbaycanın türküdür və o prezident seçiləndən əvvəl də bu məzmunda çox kifayət qədər sərt, qətiyyətli belə bəyanatlar verib. Hətta prezident seçkiləri kampaniyası dövründə də. Və dünən fikir verdinizsə, o bu Şəhriyardan indi şeir Bəli. çox belə ürəklə, qəlblə onu dedi. Amma orada bir məqam da var. O biznes forumunda deyirdi ki, Bakıda deyir mən özümü Ərdəbildə, Təbrizdə oldu. Deyir, bura Tehranda, İsfahanda deyir. Ərdəbildə və Təbrizdə ikisi də türk şəhəridir. İsə Cənubi Azərbaycanın Bəli, bəli. qəlbi olan, ürəyi olan şəhərlərdir də. Necə düşünürsünüz? Bu bir diplomatik gedişdirmi, yoxsa doğrudan da onun qəlbən gələn bir ifadələrdir? Necə düşünürsünüz bu? Deməli, mən bir məsələni qeyd edeyim. Pezeşkiyan Azərbaycana səfəri zamanı Azərbaycanın 4 vilayətinin rəhbərini də özü ilə gətirmişdi. Yəni 4 vilayətin rəhbəri Azərbaycan tərəfindən orada işləyir. Söhbət Cənubi Azərbaycandan gedir və özü ilə bir yerdə gətirmişdi. Seçkilər ərəfəsində mən xüsusilə qeyd etmək istəyirəm ki, Pezeşkiyanın o verdiyi vədlər, verdiyi sözlər ümumiyyətlə Azərbaycan dilində, yəni rəsmi olaraq həmin proseslərdə Azərbaycan dilində danışması, fikirlərini bildirilməsi bu birbaşa Cənubi Azərbaycana və Şimali, yəni onlar bizi Şimali Azərbaycan adlandırırlar. Bizə Azərbaycana olan belə deyək də mesajlar idi ki, yəni burada mən seçilərəmsə əgər mənim verdiyim sözlərin hansı həddə qədər həyata keçirilməsini reallaşdıra bilərəm. Çünki biz bilirik ki, biz ümumiyyətlə bu tendensiyanı izləyirik ki,
İranda siyasi hakimiyyətdə olan, indi son dövrə qədər olanlar farslar idi, lakin indi Pezeşkiyandan gələndən sonra bunlar Azərbaycanlıdırlar. Əsas istək nədən ibarətdir? Əsas istək ondan ibarətdir ki, məsələn Pezeşkiyan özü də dedi ki, yollarımız açılsın, iqtisadi əlaqələrimiz bərpa olsun, gediş-gəliş bərpa olsun, bir-birimizlə ticari əlaqələrimiz daha da artsın. Məsələn, keçən il 2024-cü ildə Azərbaycanla Ermənistan, üzr istəyirəm, İran arasında ticari əlaqələr hardasa 650 milyon dolların üzərindədir. Bu 1 milyard da deyil. 2023-cü ildən fərqdə 150 milyon dollar çoxdur. Yəni Pezeşkiyan da bunu istəyir. Onun fikirlərinə də və o şeiri də elə belə səsləndirmədi. Yadınıza düşür, belə bir məzmunlu şeir Rəcəb Tayyip Ərdoğanın qələbə paradında iştirakı zamanında səslənmişdi. Heç bir Bu fərq da bir yoxdur belə baxanda. bəli, Orada bu da bir ayrılıqdan danışılırdı, burada da bəli. ayrılıqdan. Burada da əgər siz fikir verin, Pezeşkiyan ayrılıqdan danışırsa, bu ayrılığın kimin salmasından danışmaq istəyirsə, o zaten daxilində, beynindən, fikrindən, zikrindən gələnləri çatdırmaq istəyir. Təbii ki, İran İslam Respublikasının prezidenti olaraq bunu açıq şəkildə qeyd eləyə bilməz. Çünki ən azından bundan qabaqki prezidentin aqibəti onun yadına düşür, onun yadına salır və o çox gözəl bilir ki, Rüstəm müəllim, geri qayıdandan sonra dini hakimiyyət qarşısında bir hesabat vermə kimi bir məsələ var. Çünki dini hakimiyyət qurumu, kəsimi olduqca güclü, belə deyək də, rıçaqlara malikdir orada İranda. Bu məsələni eləmək lazımdırsa çox ehmalca, ehtiyatla, yəni addımlarda xüsusilə proqnozlaşdırılmış, qabaqcadan fikirləşdirilmiş addımlar olmalıdır. Bunu birbaşa həyata keçirmək bir qədər çətin olacaq. Amma bunun dilə gətirilməsi və Bakıda bunun səsləndirilməsi, Çox böyük bu əhəmiyyəti mənada, var. bu bəli, yüksək qiymətləndirilir. Şəxsən mən subyektiv olaraq bir Azərbaycan Respublikasının vətəndaşı kimi bunu yüksək qiymətləndirirəm ki, İran prezidenti bunu deyir, bunu qeyd edir. Ən azından bunu ifadə edir. Lakin bunun sonradan implementasiya olunması, Rüstəm müəllim, bir qədər çətin də ola bilər, asan da ola bilər. Bu asılıdır bir neçə səbəbdən. Bölgədə gedən siyasi proseslərdən, ümumiyyətlə İran ətrafında gedən siyasi proseslərdən və İranın daxilində gedən siyasi proseslərdən. Çünki bilirsiniz ki, bu gün İranda ən böyük suallardan biri odur ki, Əli Xamneyi hakimiyyətdən getdikdən sonra onun davamçısı kim olacaq? Bu vacib Oğlunun da adı məsələdir. çəkilir hətta. Bəli, bəli, orada oğlunun adı çəkilir. Orada ondan sonra 12 üləma var ki, onların təsdiqi lazımdır ki, kim hakimiyyətə gəlsin, yəni onun yerini tutsun. Bu olduqca vacib məsələdir. Orada farslar da var, Azərbaycanlılar da var. Və digər bir mühüm məsələ 30 milyon Azərbaycanlının real bir güc, qüvvə olması həmişə fars şovinizmini və fars hakimiyyətini qorxudan bir səbəblərdən biri olmuşdur. Biz İran tarixinə baxsaq görərik ki, baş vermiş ən mühüm iki inqilabın mərkəzi Təbriz olub. 40-cı illərdə yaradılmış məşrutə dövləti məhz Təbrizdə yaradıb. Sonradan o Seyid Cəfər Pişəvərinin başına Sovet hakimiyyəti illərində gətirilən oyunlar o da hamıya məlumdur. Yəni İranın siyasi hakimiyyəti, belə deyək də Fars mərkəzi hakimiyyəti Təbrizdən və Azərbaycan o belə deyək də cəmiyyətindən, icmasından o məsələlərdə qorxur, çəkinir. Və Məsud Pezeşkiyanın Bakıda bu fikirlər səsləndirilməsi artıq bizdə də hansısa belə deyək də məsələlərə müsbət yanaşma oyada bilər ki, bəli, doğrudan da Məsud Pezeşkiyan İran İslam Respublikasının prezidenti olaraq Azərbaycanla konstruktiv münasibətlərin qurulması və ən azından Rüstəm müəllim, etimad və etibara əsaslanan münasibətlərin qurulması. Siz bayaq qeyd elədiniz, bir ildən sonra qayıdıb mən təzədən başqa söz deməyim, və yaxud da ki, Ermənistanla yenidən silah alverinə başlayıb Azərbaycana qarşı yeni bir kampaniyaya başlamayacaq. Bax, budur əsas məsələ. Etibar və etimad. Buna Amma əsaslanır. siz o dini hakimiyyətə toxundunuz. Dünən Pezeşkiyan o kifayət qədər ümumiyyətlə mən düşünürəm, indi siz danışırsınız, yadıma salıram, kifayət qədər qətiyyətli sözlər deyib bu Bakıda. Yəni analiz olunması bəyanatlar səsləndirib. Onlardan da biri budur ki, bizim deyir mehriban olmağımızı istəməyən daxilimizdə qüvvələr var. Sonra biraz tərəddüd deyir ki, ola bilsin sizdə də o var. Kənarda da var. İndi daxildə Rüstəm, qüvvələr bu fikirlər İbrahim rəisin fikirləri tam üst-üstə düşür. Yəni cənab prezident İlham Əliyev də dəfələrlə bildirirdi ki, biz münasibətlərdə etibar və etimada əsaslanırıq və bunu da qarşılığın gözləyirik. İndi siz də çox düzgün qeyd edirsiniz. O fikirlərin səsləndirilməsi əbəs yerə deyil. Məsələn, hətta mən deyərdim Məsud Pezeşkiyan İbrahim rəisidən də bir neçə addım bəli, qabağa bəli. getdi. Bəli, Yəni bu bəli, bəli. fikirləri səsləndirdi Bakıda. O şeiri dedi, nə bilim Qarabağla bağlı məsələləri. İbrahim rəisi hardasa müəyyən məsələlərdə tərəddüd edə bilirdisə, Pezeşkiyan sanki bu bariyerləri qırdı. Birbaşa fikrini bildirdi, ifadə elədi. Amma bir dənə də İran prezidentinin səfəri ilə bağlı son sualı verim, sonra keçək biraz başqa mövzulara. Bəli. E, Bütün bu dediklərinizi bir yekunlaşdıraraq, cənab prezidentin
deyim ilə desək, bir hardasa bir İranın əyalətində bir əyalət mollasının bir iki aydan, üç aydan sonra çıxıb vəziyyəti qarışdırmayacaqmı? Bu barədə nə deyə bilərsiniz? Çünki Bilirsiniz, yəni bu Azərbaycan orada bəyanatları əsasən parlamentdəki hansısa deputat və ya hardasa bir din xadimi tərəfindən səslənir adətən. Mən bir məsələni xüsusilə qeyd etmək istərdim. Təbii ki, indi bu Ərdəbil olsun, Kermənşah olsun, Türkmən olsun, nə bilim Nişapur olsun, Natanz olsun, Təbriz olsun, hansısa bir əyalət mollasının durub Azərbaycan haqqında nəsə fikir söyləməsi mən nə mənada ciddi qəbul eləmirəm. Bu Üzr istəyirəm, siz həm də fars dili üzrə bəli, mütəxəssissiniz. bəli, bəli, bəli. Sadalayırsınız fikirləşirəm Mahmud müəllim, sonra yadıma düşdü. Hə, bəli, mən fars dilini təmiz bilirəm. Hə, yəni bu mollanın hansısa fikir durub Azərbaycan haqqında söyləməsi mən o qədər ciddi qəbul eləmirəm, amma məsələnin digər tərəfi var. Rüstəm müəllim, bilirsiniz də, ümumiyyətlə din xadimlərinin hansısa bir bölgədə təyin olunması ali dini rəhbərə təqdimat verilməsi əsasında həyata keçirilir. Yəni ali dini rəhbər bilir ki, bu gün Ərdəbildəki onun nümayəndəsi kimdir? Filankəs o filankəs. Təbrizdəki kimdir? Kirmanşahda kimdir? Xorasanda kimdir? Nə bilim, digər şəhərlərdə kimdir? Bunu bilir. Buna təqdimat verilir ki, bu filankəs ora təyin olunur. Bu qədər dini təhsil alır. Deməli, əgər bu adam bu çıxıb bu fikirləri söylənilirsə, deməli bu razılaşdırılır. Mən heç inanmıram ki, razılaşdırılmamış hansısa əyalət bir mollası Azərbaycana qarşı belə bir fikirlər səsləndirilə bilər. Bu bir məsələ. Məsələn, bunu qoyuram kənara ki, yəni dini hakimiyyətin nəzarəti altındadır. Amma burada bir məsələni də xüsusilə qeyd edirəm ki, dini hakimiyyətin Azərbaycana qarşı münasibətinin tam ciddiyyəti ilə deyirəm mən sizə, tam loyal və tam etibar və etimada əsaslanmasını deməkdə mən biraz tərəddüd edirəm. Çünki biz bu illər ərzində çox təəssüf hissi ilə qeyd edirəm. Məsələn, 1-ci Qarabağ müharibəsi dövründə İran kəşfiyyat məlumatlarının Ermənistana ötürülməsi, bizim əsir və qaçqın düşmüş soydaşlarımızın İran ərazisinin keçməsinə icazə verilməsi və onların ermənilərə təhvil verilməsi, həmin 1-ci Qarabağ bu proseslər yada düşəndə və bunların arxasında kimin dayandığını gördükdə bu fikirləri deməkdə adam biraz tərəddüd çəkir ki, məsələn, yəni mən Əli Xamneyinin dilindən, Pezeşkiyanın dilindən çıxan sözləri eşitməmişəm Azərbaycan ünvanında. Azərbaycan bizim Bunlar hamısı qardaşımızdır. Azərbaycan unudulmayacaq faktlardır həqiqətən. Dərin Bəli, yəni yaralar. gəl oturaq öz-özümüzə belə fikirləşək də Əli Xamneyi son 10 ildə və yaxud da elə son 5 ildə Azərbaycan haqqında belə bir fikirlər söyləyibmi? Azərbaycan bizim qardaşımızdır, müsəlmanlarıq, canı bir, qanı birik, Qarabağ Azərbaycanındır, haqq işinə Qarabağ Azərbaycan yox, Qarabağ İslam torpağıdır. Yəni nə Bu böyük fərqdir Ermənistanın ha. Bu böyük fərqdir. Qarabağ İslam torpağıdır. Qarabağ Azərbaycanın ərazisidir. Bu həm hüquqi cəhətdən, həm siyasi cəhətdən çox böyük fərqə malikdir. Mən istərdim bunu elə əgər bizə qulaq asan tamaşaçılarımız olacaqsa bu məsələlərə xüsusi diqqət yetirsinlər. Yəni Qarabağ Azərbaycanın tarixi, siyasi, hüquqi ərazisidir. Qarabağ Azərbaycanındır. Azərbaycanın olub, bundan sonra da Azərbaycanın olacaq. Yəni bu məsələni, bu faktı belə qəbul etmək. Qarabağ İslam torpağı nədir? Bu yəni biraz din pərdəsi adı altında sanki Azərbaycanda yaşayan bu belə deyək də dinə inanan insanlarımızı özünə cəlb etməkdir, özünü istətməkdir, xoşu gəlməkdir, deməkdir, bilmirəm nədir. Yəni mən bu faktı Qarabağ qəbul edə bilmirəm. Qarabağ İslam torpağıdır, ancaq Qarabağda viran qoyulmuş onlarla məscidlər belə çıxır ki, heç kimə lazım olmayan Mən məscidlərdir hələ də. indiyənə qədər bircə dəfə görmədim ki, Əli Xamneyi Xocalı hadisəsi ilə bağlı bir hüzün keçirsin, bir matəm təşkil olunsun, bir ehsan versin, bir tədbir təşkil eləsin, bir xütbə oxusun ki, məsələn, bax, bu gün 1992-ci ildə, tutaq ki, deyərəm də, gələn il, çıxsın xütbə oxusun minbərdən və yaxud da onun naibləri, köməkçiləri, nə bilim, o təyin elədiyim olaraq ki, 92-ci ildə bizim 1000-ə yaxın həmvətənimiz, qardaşımız, bacımız orada qətlə yetirildi. Bunu eləməyim. Ona görə mən deyirəm ki, İranda siyasi hakimiyyətlə dini hakimiyyət arasında bu məsələyə münasibətlər, baxış bucaqları kəskin fərqlənir. O ki qaldı əyalət mollalarını mən onun heç birisinə belə deyə də ciddi qəbul eləmirəm. Ancaq dedim onun əsas səbəbi hardan gəlir. Qaldı İranın rəsmi münasibəti, artıq prezident öz rəsmi münasibətini bildirdi Azərbaycana gəlir. Və bundan sonra biz tutaq ki, İran İslam Respublikası prezidentinin köməkçisi, Təhlükəsizlik Şurasının sədri, müdafiə naziri, parlamentin sədri və müavinləri və yaxud da ki, hətta mən onu da qeyd edirəm, deputatların tərəfindən Azərbaycana qarşı hansısa bir kampaniya başlarılsa və Azərbaycana qarşı yeri olmayan siyasi hüquq
olmayan fikirlər səsləndirilsə, artıq bu bizi bir qədər də düşündürməyə vadar edəcək. Şübhəsiz, şübhəsiz. Abi ben bu İran mövzusuna toxunduqsa təbii ki, harada İran var, orada İsrail var da. Buna Bəli, toxunmaya bəli, bilmərik. Azərbaycan son aylar ərzində çox ciddi bir trafik izləyirik. Bu Azərbaycan sanki bir növ bu bölgəmizin bir İsveçrəsi olub. Yəni burada görüşlər keçirilir, müxtəlif görüşlər bəli, keçirilir. E, Azərbaycan bir növ o zid olan mövqelərin uzlaşdırılması məkanı kimi artıq tanınır. E, bəli. Bu baxımdan təbii ki, yenə də paralellə aparmağı sevmirəm. Misal üçün belə yazılar misal üçün rast gəlirəm deyir ki, İran prezidentinin səfəri Azərbaycan prezidentinin Çin səfərindən sonra təsadüf edir. Sonra İsrail baş naziri. Bunlar təbii ki, biraz səthi analizdir. Amma biraz dərinə varsaq, İsrailin baş naziri gələcək mayın əvvəli. Və açığı mən dünən tarixlər barədə oxudum. Artıq Mən bu heç gün düşünmürdüm. deyəsən mən baxdım mətbuata, mayın 8-nə rəsmiləşdirilib Hətta deyəsən. indi axşam mən baxıram, bir gün də qabağa çəkdilər. Mayın 7-si. 7-sinə. Hə, 7-si ola bəli. bilər. Burada Çünki 9-u cənab prezident Moskvaya getməlidir, paradda iştirak etməlidir. Ola bilsin onunla bağlı ola bilər. nəticə etibarilə burada İsrailin baş naziri 5 gün qalacaq Azərbaycanda. Yəni mən heç vaxt bunu təsəvvür mən düşünürdüm ki, bir günə gələrlər, konkret söhbətlər çıxıb Ciddi gedərlər. məsələdir bu. Ancaq 5 gün burada qalmaq o deməkdir ki, burada təbii ki, onun çox görüşləri olacaq. Və necə düşünürsünüz, son dövrdə Azərbaycanın vasitəsilə, o cümlədən Azərbaycanda, Bakıda Türkiyə-İsrail nümayəndələri arasında çox intensiv danışıqlar gedir, münasibətlərin gərginliyin aradan qaldırılması üçün. Necə ehtimal edirsiniz, Netanyahunun Bakıda olduğu dövrdə nəsə belə onun da iştirak edəcəyi bir yüksək səviyyəli bir görüş ola bilərmi? Mütləq qaydada. Açıqlanmır təbii ki. Belə ciddi məsələlər Mən də heç buna açıqlanmaz. bəli, bəli, çox düzgün qeyd edirsiniz. Ümumiyyətlə mən sizə qeyd edeyim ki, bölgədə, regionda İsrail bizim üçün vacib dövlətdir. İsrail dövləti həm birinci Qarabağ müharibəsi dövründə, həm ikinci, ümumiyyətlə mən bir məsələni qeyd edim də Rüstəm bəy. e, Bizim üçün ağır olan dövrlərdə bizə dəstək olan dövlətlər kim olub? Bizə mənəvi cəhətdən dəstək olan dövlətlər kim olub? Siyasi cəhətdən dəstək. Biri Türkiyə dövləti, Türkiyə Respublikası, qardaş dövlətimiz və İsrail. Həm birinci Qarabağ müharibəsi dövründə, həm ikinci Qarabağ müharibəsi dövründə belə İsrail bizi tam şəkildə belə deyək də dəstəkləyib. Həm beynəlxalq aləmdə, həm yerli, həm də regionda. Və İsrail baş nazirinin Azərbaycana səfər etməsi olduqca vacib səfərlərdən biridir. Mən may ayında hesab edirəm ki, həm Azərbaycan dövləti üçün, həm bölgə üçün, həm dünya üçün. Nəzərə alın ki, Rüstəm müəllim, Amerika prezidentinin Azərbaycan prezidentinə məktub göndərilməsi məhz İsrail baş nazirinin Amerikada səfəri ərəfəsində baş Və tutmuşdu. üzr Bu, istəyirəm, Trampın məktubunda da Yəhudi bəli, icmasına Azərbaycanda olan müsbət təsəvvür edin, Novruz bayramı ilə bağlı göndərilən məktubda Yəhudi icmasına Azərbaycanın müsbət münasibəti vurğulanır. bu artıq bizim üçün vacib bir siqnaldır və bu məktub üzərindən biz yola çıxsaq, mən onu qeyd edirəm ki, deməli, həm Netanyahu, həm də Trump tərəfindən çox güman ki, Azərbaycan üzərindən danışıqlar keçib və mən çox böyük ehtimal verirəm ki, məktubun notlarına uyğun olaraq onu deyə bilərəm ki, Azərbaycan bu söhbətlərdə, bu trafikdə tərəzinin ağır gözündə olub. Yəni Azərbaycan bölgədəki rolu, mövqeyi, enerji ehtiyatları və digər məsələlər Həm çox də yüksək. etibarı, qazandığı etibar. Bəli, bəli, bəli. Bu məsələ və Netanyahunun Azərbaycana gəlməsi ərəfəsində mənim ehtimal verdiyim əsas məsələlərdən biri ondan ibarətdir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının davam etməsi, ikinci etap başlanması. Məsələn, burada ola bilər ki, Türkiyənin Bakıdakı səfirliyi ilə görüşlər keçirilsin və hətta indi bu təbii ki, bu dövlətlərarası münasibətlərdir. Biz bunu təkcə ehtimal edirik. Türkiyədən də bir nümayəndə heyəti gələ bilər, hansısa görüşlər keçirilə bilər və əsas məsələyə xüsusi diqqət yetirəcəyik Netanyahunun Azərbaycanda olduğu zaman verdiyi bəyanatlar. Təbii ki, biz 80% ehtimal edə bilirik ki, bu bəyanatlar nədən ibarət olacaq, amma yenə onun dilindən eşidilməsi və onun dilindən bunu səsləndirilməsi və onun bölgədəki ən əsas müttəfiq olan Amerikaya bunu eşitməsi olduqca vacib məqamlardan biridir. Eyni zamanda Netanyahunun Azərbaycana gəlişi İran tərəfindən də yüksək səviyyədə izləniləcək. Həm İranın siyasi hakimiyyəti, həm dini hakimiyyəti və bu məsələlər, bu üçbucaq Azərbaycan, Türkiyə, İsrail arasında münasibətlərin bu səviyyəyə gəlib çatması və yadınıza düşür bir neçə il bundan əvvəl Mərmərə dənizində baş vermiş hadisələrə görə həmin prosesdə də yenə barışığı yenə Azərbaycan həyata keçirmişdi. İndi ikinci dəfə Azərbaycan bu vasitəsilə həyata keçirilir. Həm bizə qardaş olan Türkiyə, həm də bizə dost, yaxın, silahdaş olan İsrail arasında bu münasibətləri normallaşdırır. Mən hesab edirəm ki, bu birinci növbədə ölkə başçısı cənab İlham Əliyevin diplomatik bacarığından irəli gələn bir məsələdir. Onun siyasi nüfuzundan gələn məsələdir. İkincisi,
həm Türkiyə, həm İsrail Azərbaycanı qəbul etməsi. Yəni Türkiyə inanır ki, Azərbaycan onun qardaşıdır. Bu məsələlərdə heç bir zaman etimada və etimada xəyanət etməyəcək. Burada nə Azərbaycan nə addım atırsa, deməli, həm öz tərəfini, Azərbaycan öz mənfəətini, həm də Türkiyənin mənfəətini fikirləşir. Eləcə də İsrail. İsrail də çox gözəl anlayır. Başa düşür ki, Azərbaycan bu prosesə qədəm qoyursa, başlayırsa, deməli hər tərəfin mənfəəti yüksək səviyyədə qorunub saxlanılır. Ona görə də həm Türkiyə, həm İsrail bu prosesi hə deyirlər. Və mən inanıram ki, bu prosesin sonu çox müsbət nəticələrlə əldə ediləcək. Benyamin Netanyahunun Azərbaycana gəlməsi, indi mən sizdən eşitdim, 5 gün qalmağı bu çox vacib Çox məsələdir. ciddi məsələdir. Yəni Ahmet müəllim, vasitəçiliyin uğurunun ilkin səbəbi vasitəçinin nüfuzudur, razısınız da? Bəli, bəli, 100%. Məsələn, biz cənab prezidentin nəinki İsrail, Türkiyə, digər məsələlərdə də vasitəçi missiyasının nə qədər yüksək olduğunu biz görmüşük. Məsələn, misal gətirə bilərəm sizə Orta Asiyada. Bilirsiniz ki, Orta Asiyada bir sərhəd məsələsi var idi. Türkmənistanla Özbəkistan, üzr istəyirəm, Tacikistan, Tacikistanla Qırğızstan. Bəli, bəli, Qırğızstan arasında o məsələlərin həllində ölkə başçısı cənab İlham Əliyevin çox böyük diplomatik addımları olmuşdu ki, nəticədə o məsələ öz həllini müsbət tapdı. Eləcə də bu məsələ birinci dəfə Mərmərə dənizi ətrafında baş verən proseslər və indi də Türkiyə ilə İsrail arasında məlum hadisələrdən sonra soyuqlaşmanın baş verməsi və bu prosesi. Bəli, bu birbaşa ölkə başçısı cənab İlham Əliyevin diplomatik bacarığından irəli gələn bir addımdır və eyni zamanda mən qeyd edirəm ki, nəinki bu proseslər. Məsələn, siz baxın, Ukrayna-Rusiya prosesində nə qədər vasitəçi ortaya girdi, Rüstəm müəllim. Fransa girdi, alınmadı. Amerika Birləşmiş Ştatları indi təbii qoylama, Almaniya Federativ Respublikası, Polşa, hətta belə ancaq Türkiyə məsələyə qarışanda həm Ukrayna tərəfi, həm Rusiya tərəfi buna razılıq verdi. Hətta ilkin əsirlərin buraxılması belə İstanbulda keçirilən görüşlərdən sonra taxıl embargosunun aradan Bütün götürülməsi, dünya üçün o gərgin bir bəli, problem idi. yəni bu onu göstərir ki, Qafqazda da bu prosesi ən uyğun şəkildə implementasiya edə bilən dövlət varsa, o da Azərbaycandır. Yəni bütün prosesdə belə deyək də, bütün yollar artıq Bakıya aparır. Siz bəlkə gözəl bir qeyd elədiniz, gözəl bir platforma yaradıb. Hətta bir neçə il bundan qabaq yadınıza düşür, Rüstəm müəllim, Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə Rusiya Federasiyasının qərargah Bəli, rəisi bəli, bəli. bir dəfə Bakıda görüşdülər. Bu da bizim üçün olduqca vacib addımlardan biridir. Və hətta ki, siz bilirsiniz ki, İsrail dövlətin təhlükəsizlik xidmətinin rəhbəri var, indi hazırda xanımdır. O hər ölkəyə səfər eləmir. Həyatı boyu o xidmətdə olduğu dövr ərzində 2 və 3 ölkəyə səfər edir. Onun səfər etdiyi dövlətlərdən biri də Azərbaycandır. Bu bizim üçün vacib faktorlardır. Bu bizim üçün vacib elementlərdir. Bu bizim siyasətimiz, bizim dövlətimiz, bizim müstəqilliyimiz üçün ən vacib elementlərdən biridir. Bunu yaddan çıxartmaq olmaz. İkinci Qarabağ müharibəsi dövründə İsrailin bizə verdiyi siyasi dəstək heç vaxt yaddan çıxarıla bilməz. Yəni eyni zamanda həmin illər ərzində 2-ci Qarabağ müharibəsinə qədər Azərbaycanla İsrail arasındakı hərbi əməkdaşlıq, Türkiyə ilə olan hərbi əməkdaşlığın nəticəsi oldu ki, bizim 2-ci Qarabağ müharibəsindəki itkilərimiz belə deyək də çox olmadı. İndi oldu, ancaq o qədər də olmadı. Həmin o silahlar nəticəsində ki, 5-ci nəsil hibrid müharibə aparmaq qabiliyyətinə malik idi. Bütün bunlar onu deməyə əsas verir ki, İsrail baş nazirinin Azərbaycana gəlməsi bizim üçün vacibdir. Müsbət nəticələr əldə olunacaq və yenə də deyirəm, görüşlərdə verilən bəyanatları xüsusilə izləyəcəyik. Bizə görə Benyamin Netanyahu hamısının nailiyyətləri, bəyanatları səsləndirib. Bu bizim üçün vacibdir. Mən belə bir sualım da var. Bu xüsusilə son illərin tez-tez istifadə olunan termindir. Azərbaycanın bir orta gücü olması. Bu status dəyişikliyidir də, bu orta güc. E, bu mövzu bu məsələ üzərində mən çox düşünürəm və dünənki görüşdən sonra belə bir qənaətə gəldim ki, Azərbaycana səfərə gələn hər hansı bir xarici dövlətin başçısı, yaxud bir nüfuzlu beynəlxalq təşkilatda Kaya Kallas gəlmişdi bu günlərdə Bəli, Avropada. Bunlarla bizim bütün danışıqlarımız və bütün münasibətlərimiz Azərbaycan torpaqlarının işğalı prizmasından idi. O kontekstdən baxırdıq ki, misal üçün torpağımız işğal olunub. İndi biz bu problemdən tam qurtulmuşuq və mən dövlət başçılarının o birgə bəyanatlarını oxuduqca bunu fikirləşirəm, görürəm ki, yəni bizim münasibətlərimiz sırf indi nədir? Qarşılıqlı bir layihələr, müştərək layihələr və yaxud Azərbaycanın kiməsə nəsə kömək edə bilər bu kontekstdə. Yəni bu çox ciddi bir nailiyyətdir. Azərbaycan kimi bir kiçik tarix nöqteyi nəzərdən gənc müstəqil dövlət üçün çox böyük uğurdur mən düşünürəm. yəni mən sizinlə tamamilə razıyam. Rüstəm müəllim, siz çox düzgün qeyd edirsiniz. Əgər keçmiş 30 il ərzində biz dırnaqarası qeyd edirəm, Dağlıq Qarabağ probleminə görə
hansısa layihələri icra edə bilmirdiksə, hansısa layihələrimiz yarımçıq qalırsa, artıq bu gün Azərbaycan, siz baxın görün ki, əgər son statistikaya baxsaq, biz Avropanın 11 dövləti ilə enerji ehtiyatlarının təminatında saziş bağlamışıq, müqavilə bağlamışıq və Azərbaycan həmin dövlətlərin enerji təminatçısıdır. Yəni Qafqazda olan 30 yaşı olan müstəqillik yaşı, 30-dan bir qədər çox olan müstəqillik olan Azərbaycan Avropanın, xüsusilə Cənubi-Şərqi Avropa dövlətlərinin enerji təminatçısı rolunda çıxış eləyir. Bu çox mühüm faktordur. Düzdür, İkinci Qarabağ müharibəsi dövründən sonra hətta Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ilin iyul ayında səhv eləmirəmsə enerji sazişi ilə bağlı bir bəyannamə də imzalandı. Ona baxmayaraq Von bizə der qarşı Leyen münasibət. gəlmişdi də Bakıya Bəli, səfərə. bəli, bəli, bəli. Xanım von der Leyen gəlmişdi. Ona baxmayaraq bizə qarşı münasibət dəyişdi. Hətta Avropa Şurasında bizim nümayəndə heyətinin səsinin alınması, o iclaslardan kənarlaşdırılması. Ancaq biz heç zaman, məsələn, ölkə başçısı cənab prezident dəfələrlə bildirib ki, biz hər nə olursa olsun əvvəldən müəyyən edilmiş müqavilələrə uyğun olaraq etibarımızı və etimadımızı sarsıtmırıq. Hətta orada göstərilən qiymətləri nə azaldıb, nə artırırıq. Yəni Azərbaycan hər zaman əməkdaşlıqda və tərəfdaşlıqda bu qızıl qanunu qoruyub saxlayır Rüstəm müəllim. İstəyir Avropa İttifaqı olsun, Orta Asiya dövlətləri olsun, qonşu dövlətlərimiz olsun. Hətta yəni baxın, kazusa baxın ki, Rüstəm müəllim, İkinci Qarabağ müharibəsindən sonra qələbəni əldə edən dövlət biz, sülhü də birinci Ermənistana biz təklif eləyirik. Halbuki Ermənistan məğlub dövlətdir. Sülhü o təklif eləməlidir. Bizdən xahiş eləməlidir ki, gəlin sülh bağlayaq. Bu proseslərə Azərbaycan bunu təklif eləyir ki, gəlin sülhü bağlayaq, bu məsələləri bir dəfəlik də ataq tarixin səhifəsinə, arxivinə çıxsın, getsin, normal yaşayış, Qafqazda ümumi sülhə nail ola bilək biz. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan artıq bəli bölgədə orta gücə çevrilib. Həm diplomatik cəhətdən, həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən və bu gün dünyanı maraqlandıran ən mühüm faktorlardan biri enerji mənbələridir, enerji faktorlarıdır. Və bu gün artıq bilirsiniz ki, Azərbaycan bərpa olunan enerjini Avropaya ötürülməsi, Qara Dəniz vasitəsilə Gürcüstan arasında keçməklə Avropa ötürülməsi layihəsini həyata keçirilir. Və hətta bu gün bizdə Xəzər dənizində və digər bölgələrdə solar enerjisindən, külək enerjisindən, elə Qarabağın yenidən qurulmasında iştirak edən Mastar şirkəti var, Birləşmiş Ərəb Əmirlikləri. Onların vasitəsilə bu enerjinin Avropa ötürülməsi. Yəni baxın görün, 1991-ci ildən 2025-ci ilə qədər Azərbaycan hansı iqtisadi yüksəliş yolunu gəlib keçib ki, artıq bu məsələləri tək şəkildə rahat dünya dövlətləri ilə, Avropa ilə təmin edir bu məsələləri və o etimadını da qoruyub saxlayır. Eyni zamanda siyasi dividendlər də əldə edir. Əsas məqsədimiz enerji diplomatiyasında əsas məqsədi bundan ibarətdir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın enerji diplomatiyası ona yönəldi ki, biz bu müharibəni bitirdikdən sonra, ərazi bütövlüyümüzü təmin etdikdən sonra artıq xarici siyasətdə enerji diplomatiyası önə çıxmalıdır və bunu da bu gün Azərbaycan çox uğurlu həyata keçirir. Amma ən əsas məsələ də odur ki, həmin o Qarabağ məsələsindən istifadə edib bizə təzyiqlər artıq yoxdur. Təzyiq cəhdləri yoxdur artıq. O aktuallığını itirib. Siz Kaya Kallasın səfərində bunu hiss elədiniz də. Həmişə onlar bu Bəli, bəli, gündəmlə bəli, bəli. gəlirdilər. Təbii, əlbəttə. Bilirsiniz, illər idi e, bizi tutaq ki, bu məsələdə günahlandırırdılar hardasa, ermənilərin hüquqlarının pozulması məsələsində bizi günahlandırırdılar və digər məsələlərdə bizi günahlandırdı və bu sonda nəyə gətirib çıxardırdı? Tutaq ki, mən deyirəm, hansısa maddi yardımların ayrılması bizə qalırdı, siyasi nüfuzumuza, imicimizə xələl gətirirdi ki, bu məsələ var ortaya, siz ermənilər sizdən azdır, gücsüzdür, zəifdir, iqtisadi cəhətdən zəifdir, miqrasiya mənfi saldodur, heç bir enerji ehtiyatları yoxdur, ancaq Azərbaycan zəngin dövlətdir, bu məsələlərdə güzəştə getməlidir. Azərbaycanda getdi güzəştə. 2020-ci ildə güzəştə getdi. 2020-ci ilə qədər dözdü Rüstəm müəllim. 2020-ci ildə güzəştə getdi, bir dəfəlik bu məsələni həll elədi. İndi siz çox düzgün qeyd edirsiniz. Artıq bu məsələ üzərindən Azərbaycanla masada hansısa məsələni və şərti qoymaq artıq alınmır. Bilirsiniz, bu rıçaq itib. Bu Avropanın siyasi iqtisadi institutlarının, bəzi siyasi iqtisadi institutların əlində olan bu Qarabağ rıçaqı artıq itib. Ermənilərin hüquqları rıçaqı artıq itib. Azərbaycanlıların erməninin sıxışdırılması rıçaqı itib. İnsanların hüquqlarının qorunması rıçaqı itib. Artıq Avropa başa düşür ki, bölgədə söz sahibi Azərbaycandır. Yəni Azərbaycanla razılıq eləmədən zaten sən Ermənistanda hansı belə deyək infrastrukturu inkişaf elətdirə bilərsən ki, nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Sən Azərbaycan üzərindən bunu həyata keçirməlisən. Və yaxud da ki, Ermənistanla sən hansı layihəni icra edə biləcəksən ki, o öz dövlət büdcəsindən sənə hansı iqtisadi dividend verə biləcək, yaxud ki, qatqı verə biləcək. Əksinə səndən alacaq. Avropaya da belə bir dövlət lazım deyil. Yəni Azərbaycan lazımdır. Ona görə də mən hesab edirəm ki,
Kaya Kallas və bundan sonra məsələn ondan qabaq gəlmişdi ATƏT-in hazırki sədri Türkiyəli Sinirlioğlu gəlmişdi. Əvvəl də Almaniyanın prezidenti gəlmişdi. Bəli, Da bəli, bəli. sonuncu Onlar adam deyil. bəli, bəli. Onlar hamısı çox gözəl anlayırlar, çox gözəl başa düşürlər ki, sadəcə burada bir balaca bir detal var da. Bu həqiqəti demək həqiqətən də Rüstəm müəllim, çox çətin olur. Onu insan bəlkə də dərk eləyir. Bəlkə də o siyasi liderlər dərk edir, başa düşür. Ancaq bunu dilə gətirib demək doğrudan da hər siyasi liderə xas olmayan bir şeydir. Və o sonda da gətirib o siyasətdə ölkəyə, dövlətə, xalqa qarşı olan siyasətdə artıq gətirib mənfi, neqativ belə deyək də nəticələrə çıxardır. Bu həqiqət deyilməlidir. Bu həqiqət yüksək səviyyədə bildirilməlidir, çatdırılmalıdır, dünyada səsləndirilməlidir. Bu gün Azərbaycan qalib bir dövlətdir. Bu məsələ bitib qurtarıb. Hansısa Ermənistan, hansısa Ermənistanın siyasi hüquqları, Azərbaycanın onları geri qaytarması, bunlar artıq bilirsiniz Avropa İttifaqının orada mülki missiyasının binokul diplomatiyasını həyata keçirtməsi, bunlar hamısı cəfəngiyatdır. Məsələ bitib Rüstəm müəllim. Yəni bu müstəvidə artıq heç bir sual yoxdur. Biz öz konstitusion quruluşumuzu, dövlət unitarlığımızı, ərazi bütövlüyümüzü təmin eləmişik. Bundan sonra kimin nə problemi varsa getsin Ermənistanla məşğul olsun. Bizə bunun heç bir aidiyyəti yoxdur. Alpəm, çox sağ olun, çox təşəkkür edirəm maraqlı Buyurun Rüstəm müəllim, mənə də xoş müsabiqəyə oldu. görə, maraqlı söhbətinizə görə. Ümid edirəm ki, gələcəkdə də bu e, belə müsahibələrimizi davam etdirəcəyik. İndi mən sizinlə danışanda fikirləşdim ki, bir vaxtınız olanda bir mövzuda Britaniyanın daxili siyasəti mövzusunda da necə bir fikir mübadiləsi apara bilərik. Problem Hökumətin yoxdur. hökumətin mövqeyi çünki son bir neçə ildir Britaniya mühafizəkar dövlətdir və orada adətən hakimiyyətlər biraz uzun müddətli olur. Amma son neçə ildir biz bunu müşahidə etmirik. Hətta bildiyim qədərilə bəlkə siz dəqiqləşdirərsiniz. O qeyri-ənənəvi ultra sağçı partiyalar orada da Almaniyada da biraz nüfuz qazanmağa başlayır və Tramp hakimiyyətinin onlara dəstəyi Elon Musk'ın Bəli, dediyi ilə. Və bu bəli. proseslər ətrafında bir vaxtınız Maraqlı olanda mövzudur. düşünürəm Çox ki, maraqlı mövzudur. tamaşaçılar Bəli. üçün də bir maraq kəsb edər. Bu mövzuda da danışarıq Allah qoysa. Oldu. Yaxın gələcəkdə bu mövzunu müzakirə edərik birlikdə. Çox sağ olun Alp bəy. Təşəkkür Sağ ol edirəm. Rüstəm müəllim. Çox sağ ol, minnətdaram.